Niyə özünü bu qədər kiçik görürsən? İnsanların sənə verdiyi dəyərə görəmi öz qiymətini təyin edirsən? Onlar səni sevmədi deyə, sən də özünü sevmirsən. Onlar səni görməzdən gəldi deyə, sən özünü yox sayırsan. Bax, ən böyük səhvi burada edirik. Biz öz dəyərimizi başqalarının tərəzisində ölçürük. Halbuki o tərəzilər xarabdır. O tərəzilər səni düzgün çəkə bilməz. Səni yaradan Allah sənə əşrəf-i məxluqat, yaradılmışların ən şərəflisi adını verib. Sənə öz ruhundan üfürüb. Bütün kainatı sənin xidmətinə verib. Bəs sən niyə özünü ucuzlaşdırırsan? Niyə 3 günlük dünya mənfaati üçün ya da insanların afərini üçün başını əyirsən? Bugün öyrənəcəyik ki, izzət, yəni ləyaqət nədir? Kibir, yəni lovğalıq nədir? Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm niyə mömin özünü alçatmaz buyurub? Kainatın əfəndisi Həzrəti Muhammed Allahümme salli alə seyyidina Muhammedin və alə ali seyyidina Muhammed buyurur. Möminə özünü alçaltmaq yaraşmaz. Səhabələr soruşdular, ya Rəsulallah, insan özünü necə alçaldar? Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm cavab verdi. Gücü çatmadığı bəlanı, yəni yükü üzərinə götürməklə və ya özünü insanlara möhtac etməklə. Gəlin Həzrəti Əlinin həyatından qısa, amma hikməti dağlar qədər ağır olan bir hadisəyə nəzər salaq. İzzətli olmağın nə demək olduğunu bu hekayə bizə öyrədir. Bir gün Həzrəti Əli Küfə bazarından keçirdi. Orada bir qəssab var idi. Qəssab Həzrəti Əlini görəndə dedi, ya Əli, bugün çox təzə və gözəl ətim var. Gəl sənə də verim, evə apar. Həzrəti Əli cibinə baxdı və dedi, indi yanımda pulum yoxdur. Qəssab israr etdi, ey möminlərin əmiri, narahat olma, əti götür, pulunu nə vaxt imkanın olsa o vaxt ver, yəni nisiyə al. Həzrəti Əlinin cavabı bugün hər birimizə bir dərsdir. O buyurdu, xeyr, borc alıb boynumu bükməkdənsə, qarnıma səbr et demək üstün tuturam. Baxın əziz dostum, dəyərli olmaq budur. Nəfsi istəyir, ehtiyacı var, qəssab da razıdır. Amma o borc yükünün altına girmək istəmir. O bir tikə ət üçün başqasının yanında minnətli qalmaqdansa, öz nəfsinə hakim olmağı seçir. İnsan öz dəyərini necə qoruyar? Yox deməyi bacararaq. Nəfsinə yox deyən insan heç kimə qul olmaz. Əgər cibində yoxdursa, qəlbindəki toxluq sənə bəs edər. Unutma, başqasına əl açaraq yeyilən kababdansa, izzətlə yeyilən quru çörək daha ləzzətlidir. Düşünək, biz bəzən yox deyə bilmirik. Başqaları bizdən razı qalsın deyə özümüzü qurban veririk. Başqaları inciməsin deyə özümüzü incidirik. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bizə öylədir ki, bu təvazukarlıq deyil, bu zillətdir. Allah səni azad yaradıb. Sən qulsan, amma yalnız Allaha qulsan, insanlara deyil. Əgər bir insan səni dəyərsiz hiss etdirirsə, o qapıdan uzaqlaş. Çünki Allahın Kəbə qədər dəyər verdiyi qəlbini kiminsə ayaqlarının altına ata bilməzsən. Öz dəyərini uca tutmaq kiməsə yük olmamaqdır. Öz ayaqları üstündə durmaqdır. Yıxılsan belə əlindən tutan Allahdırsa, quldan imdad olma. Çünki qul minnət qoyar, Allah isə rəhmət edər. İmam Əli əleyhissalam, insan psixologiyasının ən böyük bilicisi. O insanlara öz dəyərini xatırlatmaq üçün belə buyurur. Sənin qiymətin cənnətdir, özünü ondan ucuzuna satma. Ey insan, sən özünü nəyə satırsan? Biraz pula, bir vəzifəyə, bir insanın yalançı sevgisinə? İmam Əli əleyhissalam deyir ki, sən bunlardan da bahalısan. Sən əbədiyyət üçün yaradılmısan. Dünyadakı heç bir şey sənin bir damla göz yaşına və ya qürurunun sınırılmasına dəyməz. Yenə İmam Əli əleyhissalam buyurur, tamahkarlıq, yəni acgözlük, əbədi bir köləlikdir. Əgər bir şeyi çox istəyib, onun üçün özünü alçaldırsansa, sən artıq o şeyin köləsisən. Dəyərli insan istəklərini idarə edəndir. Dəyərsiz insan istəklərinin əsiridir. Bir gün bir şəxs İmam Əlinin hüzuruna gəlir. Bu adam əslində qəlbində imama qarşı kin bəsləyən, amma üzünə gülən riyakar birisi idi. O başladı imamı tərifləməyə. Ona elə yüksək sözlər dedi, elə şişirdilmiş təriflər yağdırdı ki, ətrafdakılar təəccübləndi. Bu bizim günümüzdə də çox olur, elə deyilmi?
Biri bizi tərifləyəndə dərhal özümüzü göylərdə hiss edirik. Dəyərimizin artdığını sanırıq. Biri bizi tənqid edəndə isə yerin dibinə giririk. Yəni puntumuz başqalarının əlindədir. Bəs İmam Əli əleyhissalam nə etdi? O təriflərdən qürurlandı mı? Xeyr. O həmin adama baxdı və tarixə düşən bu möhtəşəm duanı etdi. Allahım, sən məni məndən daha yaxşı tanıyırsan. Mən də özümü bu insanların məni tanıdığından daha yaxşı tanıyıram. Sonra üzünü o adama tutub buyurdu. Mən sənin dediyindən aşağıyam, amma sənin qəlbində düşündüyündən daha üstünəm. Baxın, izzət budur. Özünü tanımaq budur. İmam Əli əleyhissalam demək istəyir ki, sənin tərifin məni ucaltmaz, sənin gizli nifrətin də məni alçaltmaz. Mən kim olduğumu bilirəm. Mənim dəyərim sənin dilində deyil. Mənim dəyərim Rəbbimin yanındakı məqamımdır. Əziz dostum, sən də belə olmalısan. İnsanlar sənə möhtəşəmsən deyəndə də, bacarıqsızsan deyəndə də duruşun dəyişməməlidir. Əgər sən bir qızılsansa, insanlar sənə dəmir desə, paslanmazsan. Yox, əgər sən dəmirsənsə, insanlar sənə qızıl desə, parlamazsan. Öz dəyərini insanların ağzında axtarma. İçinə bax. Allah səni necə görürsə, sən osan. Bəs itirdiyimiz bu dəyəri necə geri qazanaq? Özümüzü yenidən necə sevək? Bunun yolu Allahla əlaqəni bərpa etməkdir. Bir almazı palçığa atsan, dəyəri itərmi? Xeyr, sadəcə üzəri kirlənər. Yuarsan, yenə parlayar. Sən də o almazsan. Günahlar, səhvlər, insanların sözləri səni kirlədib, amma mahiyyətin təmizdir. Gəl indi o almazı yuyaq. Hər səhər güzgüyə bax və özünə də, mən Allahın əsəriyəm. Allah qüsurlu iş görməz, deməli mən dəyərliyəm. Özünə hörmət et ki, başqaları da sənə hörmət etsin. Sözünün ağası ol, yalan danışma, boş işlərdən uzaq dur. İmam Əli əleyhissalam buyurur ki, insanın dəyəri onun himməti qədərdir, məqsədin böyük olsun. İndi isə əziz dostum, mənimlə birlikdə bu güclü isimləri və cümlələri təkrar et. Hər zikirdə onurğanın dikəldiyini, ruhunun böyüdüyünü hiss et. Ya əziz, ya əziz, ey izzət və şərəf sahibi, məni izzətli et, məni namərdə möhtac etmə, mənim başımı səndən başqasının yanında əymə. وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ İzzət və qüdrət yalnız Allaha, onun peyğəmbərinə və möminlərə məxsusdur. Mən möminəm, izzət mənim haqqımdır. Ya Səməd, ya Səməd, ey heç kimə möhtac olmayan, amma hər kəsin ona möhtac olduğu Allah, məni səndən başqasına əl açdırma, məni ehtiyatsız et. Həsbunallahu və ni'məl vəkil. Allah mənə bəsdir. İnsanlar məni tərk etsə də, dəyər verməsə də, sən mənə bəssən. Bugündən etibarən özünə söz ver. Mən Allahın əmanətiyəm və bu əmanəti heç kimə əzdirməyəcəyəm. Əgər bu video sənin qırılan qol qanadını bərpa etdisə, zəhmət olmasa bəyən düyməsinə basaraq bizə dəstək ol. Kanalımıza abunə ol və rəy bölməsində mən dəyərliyəm, çünki Rəbbim mənimlədir yaz. Bu cümlə sənin yeni həyatının şüarı olsun. Başınız dik, üzünüz ağ, yolunuz açıq olsun. Hələlik, Allah amanında.